Salam dəyərli izləyicilər, kanalımızın namidaşları növbəti bir mənzildə hamınızı salamlayıram. Bugün Yasamal rayonu Yeni Yasamal qəsəbəsi Əsəd Əhmədov küçəsi Ləziz House restoranının arxasında yeni tikili 12 mərtəbəli binadayıq. Burada 5-ci mərtəbədə qanuni bir otaq, 2 otağa düzəlmə, kupçalı və əşyalarla birlikdə satılan bir mənzildəyik. Hal-hazırda mənzilin qonaq otağını görürsünüz. Belə deyək, giriş qapısı o hissədə yerləşir. Koridor isə daxil olduq. Mətbəx, yataq otağı, sanitar qovşağı. Burada isə qonaq otağı yerləşir. Kvadrat ölçülü və qonaq otağından eyvana çıxış hissə var. Alıb kira vermək üçün gözəl bir təklif. Yəni evdə hər bir şey var, hər bir şərait var. Yəni soyudusu, qabyanı, yəni mebel dəstləri, kondisioneri falan hər bir şey var. Al, həmin gündə alqı-satqı gündə açarlı təhvil veririk sizə. Həmin günü də 500 manat civarında təmiz kiraya verə biləcəyiniz bir mənzildir. Mənzilin gəliş istiqamətini də qeyd edim. 77 nömrəli avtobus istiqaməti yerləşir orada. Bu istiqamətdə Ləziz House restoranı, sağ hissədə isə Günəş Petrol İnşaatçılar istiqamətdir. İnşaatçılar metrosuna 77 nömrəli avtobusa mindiniz, gəldiniz Ləziz House-a düşdünüz. Ləziz keçən kimi ara yol var. Ara yoldan birbaşa binanın həyətinə daxil ola bilirsiniz. Qazlı suyu işığı var, sənəd kupçadır, qeydiyyatda heç kim yoxdur. Birbaşa notarial qaydada asan xidmətdə alqı-satqı edib, həmin gündə açar ala bilirsiniz. Tərtəmiz evdir. Eyvan hissə burada yerləşir. Mətbəx mənzilin giriş hissəsindədir. Gələcəkdə mətbəxi bu hissəyə də sala bilərsiniz. Ev sahibi burada da bir yay mətbəxi kimi düzəldib. Orada kombimiz yerləşir. Kondisioneri və qaz sayğacı burada yerləşir. Qonaq otağı üçün də lazım olan hər bir şərait var. Yəni belə televizorumuz kiçik də olsa yenə var. Əsas odur ki var. Pis odur ki yoxdur. Yəni hər bir şərait var. 57 kvadrat ölçülü bir mənzildir. Burada giriş qapısı yerləşir. Giriş qapıdan daxil olan kimi koridor hissəyə yığılıb mətbəx. Lazım olan havalandırması, qaz pesi, paltar yuvanı, soyudusu falan hər bir şey var. Belə yığılmış mətbəx mebeli var. Lazım olan aksesuarlarınızı, yəni əşyalarınızı oraya yerləşdirə bilirsiniz və belə bir masada yerləşdirilib burada. Burada sağda mənzilin sanitar qovşağı yerləşir. Baxın, burada yerləşir. Aksesuarlarla da təmin olunur. Və burada isə mənzilin geniş bir yataq otağı var. Mənzilin mətbəxi burada olub. Mətbəx giriş hissəyə keçirilib. Belə bir gözəl geniş yataq otağıdır. Yəni təmirlidir. Heç bir təmir işinə ehtiyac yoxdur. Yəni alırsınız bugün də verirsiniz kiraya. Rahat 500 manata verəcəksiniz. Yəni qeyd edim. İndi isə mənzil haqqında ümumi məlumatı, qiyməti sizlərə qeyd edəcəm. Mənzilimiz Yasamal rayonu Yeni Yasamal qəsəbəsi Əsəd Əhmədov küçəsində yeni tikili 12 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir. Qanuni bir otaqdan 2 otağa düzəlmə kupçalı bir mənzildir. Qiymət 140 min manatdır başlanğıc qiymət. İndi reallıq olsa aşağıda danışmaq mümkün olacaq. Mənzil haqqında bu qədər. Növbə çəkilişdə görüşərik.